Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. İlk təmizlik videomla qarşınızdayım. Rayondan dünən gecə qayıtmışıq, elə gəldik, direkt uşaqları yatızdırdıq, yatdıq. Hal-hazırda otaq köçür. Sizlə bərabər bunları yığışdıracağıq və pastelləri dəyişdirəcəm bugün mütləq. Biz artıq 20 gün idi ki, rayondaydıq. Ona görə də hazır əlimi qatmışkən istədim ki, evi, xüsusən də mətbəxi dərindən təmizləyim və bunu vloqa alım. Düzü ev işlərini mən elə də sevmirəm. Həmişə iş görəndə belə təmizlik vloqları açıb qoyuram. O mənə motivasiya olur. Bu kanala ilk dəfə 3 il bundan öncə video atmışdım. Daha sonra uşaqlar oldu. Həm iş, həm uşaqlar. Bura vaxtım qalmamışdı. Qısa bir müddət əvvəl yenidən Instagramda aktiv olmağa başladım və düşündüm ki, niyə də YouTube'a qayıtmayım. Bu arada mən Gülya, 27 yaşında 2 uşaq anasıyam. Hal-hazırda analıq məzuniyyətində olan həkim laborant, həmçinin estetik baxım mütəxəssisiyəm. Ona görə də bu kanalda həm 2 uşaqlı ananın vloqlarını, həm də bir estetisyenin baxım rutini videolarını görəcəksiniz. İstəyirəm ki, mənim kanalımda gənc xanımlara, analara motivasiya olsun. Birlikdə əylənək, öyrənək, öz təcrübələrimizi bölüşək. Bu arada hazır yaz gəlmişkən yataq örtüyünü də dəyişdirməyə qərar verdim. Əvvəlki artıq gözümü çox yorurdu və həmin yataq örtüyündən eyni görünüşdə olan pərdədəki dekorativi də sökəcəm. Bu bizim şifonyerimizdir və mən pərdəni buradan çıxarmalıyım. Çünki sağ olsun ustalarımız oradan yer qoymayıblar. Ona görə də buradan çıxarmaq məcburiyyətindəyəm. Dekorativi çıxardım. Otağın son halı bu şəkildədir. Bura bizim uşaqların oyun otağıdır. Dünən gecə gələndə bütün artıq əşyaların hamısını bura atmışıq. Bütün artıq əşyaları götürdüm, otağı səlqəyə saldım. Biz rayona yoldaşımdan əvvəl getmişdik. Ona görə də dəzgahın üstü falan belə dağınıqdır. Mikrovalnovkaya hal-hazırda yağ çözücü tökmüşəm. Gözləyirəm o biraz təsir eləsin, təmizləyib gəlirəm. Bir şkafdan alına biləcək maksimum verimlilikdir bu hal-hazırda. Mənim aşağıda demək olar ki, heç bir şkafım yoxdur. Sadəcə o silmələr var. Ona görə də qazanları, ağır şeyləri bura qoymaq məcburiyyətindəyəm və həmçinin bu mikrovalnovkanın üstündə, yəni şkafın üstündəki görüntüsünü sevmirəm. Ona görə də onu da bura gizlətmişik. Burada da qapaqlar var. Arxada da qabiyanın feyriləri falan belə. Qızlar, bu üsulu mən də yeni kəşf eləmişəm. Deməli, sobadakı bütün yağları söküb çıxardır, həmçində pisiyini aradan qaldırır. Deməli, qızlar, bizə lazımdır soda, limon və sirkə. Üzərinə isə qaynadılmış su tökürük, qaynar-qaynar. Daha sonra isə sobanı alt-üst rejimdə ən yüksək dərəcədə, hardasa 15-20 dəqiqə qızdırırıq. İnanın, təmiz dediyiniz sobadan o qədər yağ çıxır ki, buranı təmizlədim. İndi yuduğum filteri də yerinə taxacam. Bu isə paltaryanın həm baraban təmizliyi, həm də ki, içərisindəki qoxunu aradan qaldırmaq üçündür. Yenə eyni qadada soda, sirkə və limon. Limonun üzərinə isə azca diş pastası tökmüşəm. Qabiyanın isə sadəcə burada gördüyünüz filteri çıxardıb yuyacam, yerinə taxacam. Bütün maşınları qoşmuşam. Özünün təmizləmə rejimində qabiyanı, paltaryanı və duxovkanı. Onlar özlərini təmizləyir. Mən də o sırada buraları tökdüm, yığdım. Belə. Bu yuxarıdakı dolabların hamısını bir-bir boşaldıb, təzədən təmizləyib yerinə yerləşdirəcəm. Birinci bu ərzaqlar olan yerdən başlayıram. Burada ən çox işlətdiklərim belə aşağıda qutudadır. Qalanları stok olanlarsa yuxarıdadır. Şkafları boşaltdım. İndi buraları təmizləyib təzədən yerinə yerləşdirəcəm.
Televizor açayım. Ne açayım? Ne açayım televizor? Mebellərin içini təmizlədim. Sadəcə olaraq yuxarıda mənə həm kameranı tutmaq, həm içini çəkmək çətin idi. Ona görə də çəkmədim o hissələri. Onsuz da səliqəli idi. Sadəcə tozlarını aldım, qabları təzədən yerinə yığdım. İndi isə bununla, bir də ki, bu təmiz, təzə sarı bezlə bunun üstünü siləcəm. Sonra isə bitirişim. Mətbəxi bitirdim hal-hazırda. İndi son çay dəmlədim, içəcəm. Burada da robotu qoşmuşam, o buraları toz saranlayır. Vlogu isə burada bağlayıram. Ümid edirəm ki, videonu bəyəndiniz. Daha çox video üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.